Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 18 noyabr 2025-ci il. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 18 noyabr 2025-ci il. Hava istidir, arılar çalışır. Bugün sizə 2025-ci ilin avqustunda Avstriyadan gəlmiş Karnika Perner xanımı göstərəcəm, sizinlə tanış edəcəm. Bu Pernerin qızlarını yetişdirə bildik, yəni çatdırdıq, mayalandı və nukleoslarda da özümüz üçün müəyyən qədər yaz ayına qədər saxlayacağıq. Gəlin sizi Avstriya gözəli Perner xanımla tanış edin. Yallah. Gözəllər gözəli buradadır. Baxın, bu çərçivəni mən götürüb saxlanc yerdə qoyaram. Çünki arı qoy sıx otursun. Baxmayaraq ki, havalar istidir. Bu əlavə çərçivəni oradan götürürəm. Hansı ailəyə lazım olarsa, o ailəyə vermək olar və yaxud yaz ayına qədər saxlayıb yazda arılara kömək məqsədi ilə vermək olar dostlar. Baxın. 1 kiloqram təbii bal. Yəni buna qoymasan da olar. Sadəcə bu gözəlçə bizim üçün çox qiymətli olduğuna görə xəsislik etməyə dəyməz. Bunu nə üçün göstərdim? Özüm bu ailəyə baxış keçirdim, əlavə çərçivələr götürdüm. Azərbaycanda bir neçə ildir ki, arı ölümləri həddindən artıq çox olur dostlar. Bu arı ölümlərini də bəzi bizim Azərbaycan arıçıları var ki, sosial şəbəkələrdə ağzına gələni danışırlar ki, güya arı ölümlərini xaricdən gəlmiş ana arılarla əlaqələndirirlər. Mən bir şey deyim, yadınızda qalsın. Bir məsəl var, deyir, eşeğe gücü çatmır, palanı döyür. Bəzi arıçılar da bax o məsələ uyğun danışırlar. Qardaş, sən arığı vaxtında düzgün müalicə elə, təmizlə. O ana arıları da günahkar sayma. Xaricdən gətirir, hardan gətirir. Qardaş, bütün dünya arı göndərir, arı alır, ana arı verir, seleksiya edir. Bunu heç bir dünyada belə bir söz söhbət yoxdur Azərbaycan arıçılığından başqa. İndi bizim evimizi yıxan bilirsiniz nədir? Peşəkarlıq xulyası, peşəkarlıq belə o şənbazlıq. Çünki elə hər arı saxlayana deyirlər, peşəkar arıçıdır. 100 arısı var, peşəkar arıçıdır. Elə o peşəkarlığı sayda görənlərdir, bax o hala gəlib düşürlər. Yəni hər 100 arı saxlayan peşəkar arıçıdır. Qardaş, kiminsə pulu var, gedir 200 dənə yeşik alır, arı alır, tökür onun içinə, bilmir pulunu hara xərcləsin.
tökür onun içinə. Arıçılıqdan anlayışı yoxdur. 2, 3, 5 nəfər arıçı kimi fəaliyyət göstərən bir insanları tutur, salır ora. Arıya baxırlar onun üçün və ona da deyirlər ki, peşəkar arıçıdır, 200 arısı var, arıları qırılıb. Yəni bunu da xaricdən gəlmiş ana arıların üstünə atırlar. Ay qardaş, ay kişi, gedin arılarınızı müalicə eləyin vaxtında. O ana arıları da günahlandırmayın. Baxın, bu xaricdən gəlmiş ana arını göstərdim sizə. Ondan öncəki Troizik 1075-i də göstərmişdim. Nə olsun, mənim kimi nə qədər insanlar ana arı gətizdirir xaricdən. Yəni, təbii ki, keyfiyyətinə görə, yumurta qoyma qabiliyyətinə görə, arı ailəsini tez inkişaf etdirməyə görə, yəni nə görmüşsünüz bu bizim yerli sort, yerli sort, yerli sort. Bezmədiniz siz eyni temadan qardaş. Bizdə də olub da o yerli sortumuzda, sarı İran arıları olub, bilmirəm, sarı Qafqaz arıları olub. Bizdə də olub da. Qardaş, yanından keçərdi. Heç arıya baxmırsan, yanından keçirsən, arı hamı çıxıb daraşırdı adama. Bu cinsdir, bu toxumdur. Nə bal gətirməyi var idi, nə iş qabiliyyəti var idi. Yalandan elə bizim insanlar kimi o yana bu yana gedirdi ki, güya ki bu işləyir. Və qardaş, nə üçün imkan vermirsiniz cəmaət çalışsın? Nə üçün? Ya kimsə gətizdirir, kim gətirir ondan çörək qazanır, pul qazanır. Allah ona can sağlığı versin, təmiz çörək qazansın. Gəlsin burada təmiz material gətirsin, satsın. Bundan işim yoxdur. Amma ki, kimsə gətirirsə, qardaş, bunda effekt var ki, mən də çalışıram ondan alım saxlayım, ondan nəsil artırım. Nə üçün bu boş-boş şeyləri nə qədər danışarsınız, bilməyən şeyləri nə üçün danışırsınız, nə üçün ana arıların üzərinə atırsınız bu xəstəlikləri, bu varroa yükünü. İndi siz təsəvvür eləyin ki, bir arı ailəsində bəzən göstərirlər varroa dərmanından sonra o kütlə varroanı, ölmüş varroanı. Minlərlə varroa ölür. Təsəvvür eləyin, o ailə necə yaşayacaq? O ailə yaşamayacaq təbii ki. Arı çox riskli bir sahədir. Arı bugün var, sabah olmaya bilər. Adi bir səhlənkarlıq ucbatından, bir gün gecikmə ucbatından belə arı ailəsini itirmək olar. Həddindən artıq dərmanlamadan belə arı ailələrini itirməsinə gəlib çıxardır, qardaş. Amma bu ana arılardan nə istəyirsiniz siz? Xaricdən ana arı gətirirlər, xəstəlikləri yayırlar. Ayıbdır, vallahi billahi ayıbdır. Gedin özünüz üçün bir iş tapın, qardaş. Bir işlə məşğul olun. İndi sizə göstərdiyim bu il gələn, avqustda gələn Pernerdir. Baxdınızmı? Kamera qarşısında da burada bir arı adamı sancdımı və yaxud sancmağı qoyuram qırağa. Hər bir arının bir sancma dövrü ola bilir, bir çatışmamazlığı ola bilir. Bunları qoyuram qırağa. Çərçivənin üzərində arılar normal qaydada sərilib, hərə öz işi ilə məşğuldur. Yoxsa bizim o əvvəlki arılar kimi çərçivəni qaldırırdın, yarısı bu yana gedir, yarısı o yana gedir. Qardaş, bu iş idi. İndi elə girirsən sosial şəbəkəyə, başlayırlar, ana arı belə getdi, ana arı gətizdirənlər gətirdi, xəstəliyi yaydı. Ay qardaş, ayıbdır, gedin arılarınızı müalicə eləyin, boş-boş söhbətlər danışmayın. Odur ki, dostlar, göstərdim sizə damazlıqlarımızı da inşallah 2026-cı ildə arxanamızın gözəli Perner xanım və Troizik 1075-dən nəsil artıracağıq inşallah. Sağ olun, özünüzü qoruyun. Arılarımız çalışır, yalandan get-gəl eləmirlər, çalışırlar.